36 nömrəli test tapşırığının izahına baxaq. Üzərinə M2 bərabər 2 kiloqram kütləli cisim qoyulmuş M1 kütləli cismə əks istiqamətdə F1 bərabər 80 Newton və F2 bərabər 40 Newton qüvvələr təsir edir. Cisimlərin aldığı təcil 4 metr bölü saniyə kvadrat olarsa, M1 cisminin kütləsini hesablayın. M1 ilə aşağıdakı səth arasındakı sürtünmə nəzərə alınmır. Şəklə baxırıq ki, M1 kütləli cismin üzərinə M2 kütləli başqa bir cisim qoyulub. Və cismə, yəni M1 kütləli cismə 2 dənə qüvvə təsir göstərir. Biri F2, biri isə F1. Və bu qüvvələr əks istiqamətdədir. Burada biz F əvəzləyici bərabər MA üstünündən istifadə edəcəyik. Birinci yadımıza salırıq ki, F əvəzləyici necə təyin olunur? Əgər qüvvələr bir düzxat üzərində əks istiqamətdə yönəlibsə, əvəzləyici qüvvə tapmaq üçün həmin qüvvələr bir-birindən çıxılır. Yəni, böyük qüvvədən kiçik qüvvəni çıxarırıq. 80-dən çıxırıq 40-ı. Bizim əvəzləyici qüvvəmiz olacaq 40 Newton. Gətirib yerinə qoyuruq, yazırıq. Yəni, əvəzləyicinin yerinə burada yazırıq 40 bərabərdir. M-in yerinə isə kütləmiz bir dənə deyil, 2 dənədir. M2 və M1 olduğu üçün M-in yerinə M1 üstəgəl M2 yazırıq. Vururuq nəyə? Təcillə. Təcili də nə qədər verir bizə? 4. Yazırıq ki, 40 bərabərdir. M1 üstəgəl, M2-miz də 2 olduğu üçün yerinə 2 yazırıq. Vurulsun 4-ə. Buradan da yazırıq ki, M1 üstəgəl 2 bərabərdir 40 bölü 4, yəni 10. M1 də bərabər olacaq 8 kiloqram.